Riyaziyyatdan test topusuna aid belə bir sualın izahına baxaq. Sualımızda deyilir ki, verilən bu çoxhədli ilə bu bir həddlinin qüvvətləri hasilini tapın. İlk öncə bilməliyik ki, çoxhədlinin qüvvəti nəyə bərabərdir? Çoxhədlinin qüvvəti, əlbəttə ki, onda iştirak edən bir həddlilərdən qüvvəti ən böyük olanın qüvvətinə bərabər olur. Bu nə deməkdir? Burada baxın, B-nin qüvvəti 6-ya, burada 5-ə, burada A-mız 4-ə, B-miz 2-yə və nəhayət ən sonda B-nin qüvvəti 2 vuraq 3, yəni 6-ya bərabərdir. Gördük ki, bu çoxhədlidə ən böyük qüvvətə malik olan bir həddlinin qüvvəti 6-dır. O zaman bunun qüvvəti 6-ya bərabərdir. Bir həddlinin qüvvəti nəyə bərabər olacaq? Burada 4A kvadratında 2-ni vurarıq bu 2-yə, onu da 3-ə vurarıq, biz 12 almış olarıq. Bu bir həddlinin qüvvəti, çoxhəddini isə 6 aldıq. Bizdən bunların hasili tələb olunur. Yəni 6 vuraq 12, 72-yə bərabər olar.